Bismillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Demli qardaşlar, dinimizdə nəsihət vermək həmişə, hər zaman lazımdır, hər kəsə. Halbuca nəsihət verməyin üslubları var. Gələk onları düzgün istifadə edəsən. Və əlbəttə ki, gözəl şəkildə hər bir şey öyrətdiyi kimi Resulullah sallallahu aleyhi və səlləm bizə nəsihət verməyi də öyrətirdi. Ona görə də dinimiz nəsihətdir. Hər bir insana nəsihət vermək, yəni hər birimizin üzərindədir. Və necə ki, deyirlər, əgər bir ümmətdə nəsihət verənlər varsa, onlar xeyirdir. Və onlar yəni nəsihəti qəbul edənlər də varsa. Və bir yerdə ki, nəsihət verənlər yoxdur və nəsihəti qəbul edənlər yoxdur, onlarda xeyir də yoxdur. Həmişə nəsihət vermək lazımdır. Və bəzən olur, insan görürsən ki, nəsihət vermir ümumiyyətlə. Deyir, mənə məsələn buna layiq deyiləm. Sən haradasa günah eləyib, amma olmaz. Yəni, o onu insanın nəsihət verməkdən geri qoymamalıdır. Ola bilər, bütün bilirsiniz ki, hər bir insan adam övladı xəta eləyəndir, günah eləyəndir. Əlbəttə ki, onda israr eləmək olmaq, tövbə eləmək lazımdır, qayıtmaq lazımdır. Amma o da səni haqqı deməyə, haqqı tövsiyə eləməyə yəni, saxlamamalıdır, geri qoymamalıdır. Və çalışmalısan, nəsihət edəsən. Və Resulullah sallallahu aleyhi və səlləm bunu da bizə öyrətibdir. Gözəl şəkildə, əxlaqla, Quran da bunu deyir. Hətta qeyri-müsəlmanlar olsa belə, onlarla da danışanda, yəni, debat eləyəndə, münaqişə eləyəndə gözəl şəkildə eləməlisən. Yəni, o bir növ çatdırmadır, dəvət eləmədir, nəsihət eləməkdir həm də. Və həmçinin əmirə, başçıya nəsihət eləyəndə Rasulullah sallallahu aleyhi və səlləm onu da öyrətdi. Dedi ki, qolundan tut, əlindən tut, xəlvətə çək və ona nəsihət elə. Yəni, birbaşa məsələn danışmaq, internetdə, orada oturanda, burada, çayxanada və yaxud da harada və bununla düz elədim, heç vaxt ola bilməz. Hətta biri nəsihət verir sələflərdən birsinə. Deyir, qəbul edin, deyir, sən deyir, bunu mənə açıq-aşkarda desəydin, qəbul eləməyəcəkdim. Açıq-aşkarda desəydin, qəbul eləməyəcəkdim. Gözəl şəkildə, xəlvətdə. Və həmçinin İmam Şafii rəhmətullahi aleyhi buyurur ki, mən nəsəhə xəxu sirrən fəqat nəsəhəhu və zənəh və mən vəəzəhu əlaniyyətən fəqat fəzəhəhu və şənə. Kim deyir, qardaşına, müsəlman qardaşına nəsihət eləyərsə sirlidə, yəni ki, xəlvətdə, artıq ona hörmət eləmiş olmuşdur. Yəni, gözəl şəkildə nəsihət vermişdir, tam şəkildə və onun hörmətini saxlamış olmuşdur. Kim deyir, açıq-aşqada ona nəsihət eləyərsə, deyərsə, artıq deyir, onu eləmişdir, xəcil etmişdir, rəzil etmişdir. Yəni, gördüyünüz kimi, nəsihətin də verilmə üslubları var. Ona görə həmişə çalışmaq lazımdır ki, gözəl üslublardan istifadə edəsən. Və xüsusən də, məsələn, dediyim kimi, əmrin nəsihəti. Bəzi adam heç bilmir, məsələn, ona nəsihət gedib çatmırdı. Danışmaqla deyil. Sən boş-boş danışmağın nə mənası var ki? Gözdən salmaq olmaz. Necə ki, hədislər var buna aid ki, bunlar olmaz. Belə şeylər, yəni fitnəyə səbəb olur, fəsada səbəb olur, yəni o düzgündür. Ona görə də nəsihət verəndə gözəl şəkildə, əxlaqla, səbirlə və əlbəttə ki, nəsihətin ən gözəlliyi ondadır ki, xəlvətdə verəsən, gözəl şəkildə. Allah subhanahu ta'ala bizi nəsihət verib və nəsihət alanlardan etsin. Allah ta'ala bizi qorusun, Allah bizi əxlaqımızı, yaradılışımız kimi gözəl etsin. Allah bizə xeyir qapıları açsın, bərəkət qapıları açsın. Allah Teala müsəlmanlara kömək olsun. Allah ölkəmizi əmin-aman içərisində etsin. Allah Teala əskərlərimizi qorusun. Allah Teala hərbiçilərimizi qorusun. Allah Teala ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah Teala ölkə başçımızı qorusun. Və onun haqqını cəhətçi etsin. Allah bizə xeyir qapıları açsın, bərəkət qapıları açsın. Və Allah Teala bütün müsəlmanları xeyr üzərində etsin. Allah ölkəmizi əmin-aman içərisində etsin daim. Subhanək Allahumma bihamdik. Nəşhədən la iləhə illə əntə nəstəğfiruka və nətubu iləyik.